Zaqatalada Dədə Qorqud parkındayıq. Burada Dədə Qorqudun abidəsini də qoyublar. Çox gözəldir. Mingəçevir yazarları bugün. Gülləliyən yeri yadınıza salırsınız. Bəli, bəli. Mən səni vuracam. Çıxır kilsədən çıxanda vurur. Gəlin duran göstərəcəm. Hə, o Zaqatala qalasını da görmək istəyərdik da elə. O Zaqatala qalası var, o harda? Hə, çox gözəl. Hə, yenilməz batalyonun çəkildiyi yerə gedirik indi. Zaqatala qalasının bu pilləkən, həmən pilləkənlər. Pilləkənlərdir. Bu yenilməz batalyon filmi çəkilən yerlər. Ayaqlarınız qalxa Harda güllələnmişdi deyirsən? Qalxsaq oradan göstərəcəm. Ya da ki, buradan gəlin. Bura biraz ağır olar ayaqlarına görə. Gəlin buradan. Bura şeydir da. Pilləkən qalxmayasınız. Yəni bura daha rahatdır. daha rahatdır. Hə, ora biraz gözəldir Zaqatala. nə deyirlər ona? Namaz deyəcəyim. İbadət eləyir. İbadətini eləyir. Buradan gəlib çıxır. Bax bu həmən bu yuxarıdakı qala divarının orada silah atmaq üçün yerləri var da. O hansı obraz idi? Orada 2 dənə idi da. Stepa. Hə. Bir tanesi o Podpolkovnik Dobrovolskiy deyir ki, üzünə belə baxır, o da deyir ki, mən səni öldürəcəm. Hə. Mən səni öldürəcəm. Axşam gözləyir, buradan ibadət eləyib gəlib bax bu küçə ilə belə qalxanda arxadan güllə ilə vurur onu. Buradan qalxan küçədir, həmən küçə ilə buradan qalxır, qala düzün qapısına. Gəlin bu kilsəni Alban kilsəsidir. Bura rahat ayaqlarınız çox ağrımaz. Gəlin göstərin buranı. Zaqatalada qədim Alban kilsəsi. Burada balaca itlər belə gözəl oynayırlar. Sevinirlər bizim gəlişimizi. Allah. Şirindirlər. Ömürlərim gəlmirsən. Gör oradan meydana gələ bilirsən. Qonaqlar gəlibdir, mən onlarla burada meydandayım. Meydanı tanıyırsan da. Zaqatalada qədim Alban kilsəsi. Deməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yerli əhəmiyyətli Düş görüşəcəyik burada, buradayım. kilsə. 1830-cu il inventar. Bu 1830-cu il elə Alban olubdur ki, burada həmin dövrdə. Olub, çünki o İnqiloylar var burada. Onlar 17-ci əsrdə İslamı qəbul eləyiblər. Mən onlar haqqında oxumuşam. İnqiloylar deməli 17-ci əsrdə İslamı qəbul eləyiblər. Ona qədər Alban xristianlığa qulluq eləyiblər. Olsun ki, həmin vaxt tikilib, amma həmin arxitektura ilə tikilib. Yox, bilirsiniz nə tə? Burada Albanlar olubdur. Çünki İnqiloylar nədir? Azərbaycan dilində yenci Quloyerlər. Onlar Quloyerlər adlanıbdır. Zaqatalada yaşayır. Onlar müsəlmançılığı qəbul eləyəndə yenci, yəni yeni Quloyerlər, yəni yeni müsəlman olduqları üçün elə ad verilib. Kaş bunu təmir eləyərlər. Çox möhtəşəm bir kilsədir. Hə, çox möhtəşəm bir kilsədir. Bunun qülləsinə bax. İbadət eləmək üçün hücrələr də var. Hə, burada maraqlıdır. Çox maraqlı oldu.